Hello, yeni bir vlogdan hər kəsə salam. Səsim necə gəlir bilmirəm sizə qızlar, çünki eşitmirəm səsimi. Hava soyuqdur. Mən də çimib çıxmışam deyə belə tələm-tələsik saçımı nətər gəldi, qurulamışam əslində. Belə normalda saçımı mən fenlə qurutmuram, öz-özünə quruduram əgər düz fenləməyəcəmsə, amma artıq nə gözəl görünürsəm ha. Baxın bir yana. Wow. İndi gedirəm qızlarla görüşməyə. Keçən dəfə dediyim kimi mən sizə yaşadığım maraqlı anları paylaşıram. Yəni bunlar mən düşünürəm ki, bu daha yaxşıdır və sizin üçün də bu yaxşı, necə deyim, manifest mənbəyi olur. Evi hamımız yığışdırırıq, nə bilim qabı hamımız yuyuruq. Bunlar adi şeylərdir. Mən sizə maraqlı anları paylaşıram ki, sizin gözünüz, könlünüz açılsın. Əlavə suallar gəlir, suallara cavab vermək istəyirəm. Harda yaşayırsınız? Nə işləyirsiniz və s. və ilaxır. Harda yaşayıram? Mən yaşayıram Budapeştdə. Nə işləyirəm? Bura gələndən 2 dəfə işim dəyişib. İkisində də bağça müəllimliyi idi. Amma artıq müəllimlikdən yeto. Ona görə müəllimliyi əslində çox sevirəm. Buradan da bütün şagirdlərim, əgər məni izləyənlər varsa, hamısını çox-çox öpürəm, hamısına salam deyirəm. Amma artıq müəllim işləmək istəmirəm. Və data analitika üzrə təhsil alıram. Yəni ona görə də və eyni zamanda o sahədə iş axtarıram. Belə, yəni hələ ki axtarış mərhələsindəyəm, amma bilirəm ki, ən qısa müddətdə tapacağam. Çünki oxuyuram, yəni niyə də yox, oxumuşam, əziyyət çəkmişəm, yəni tapacağımı düşünürəm. Qızlarla isə bizim həmişə görüşdüyümüz bir yer var, orada görüşəcəyik. Bubble tea yerində. Keçən dəfə sizə göstərmişdim o yeri və çox qəşəng, belə soyuq havaya uyğun belə içkilər var idi. Onlardan içəcəm. Birlikdə gedək. Deyəsən hələ qızlar gəlməyib. Əslində mən özüm də gecikmişdim, təəssüf ki, amma deyəsən onlar da gecikib. Ona görə gəlin biraz söhbət eləyək onlar gəlinə qədər. Rəylərdə məni yönləndirməyinizi istəyə bilərəm sizdən. Çünki bəzən özümə nə çəkəcəyimi, nə haqqda danışacağımı bilmirəm. Normal olaraq tam əmin deyiləm ki, sizə nələr daha çox maraqlıdır. Ona görə siz mənə sizə başqa şəhərdə nəyin daha çox maraqlı olduğunu yazsanız, onun üzrə davam eləyə bilərik deyə düşünürəm. Məsəl üçün nə bilim, restoranlarım maraqlıdır, kafelerim maraqlıdır. Bu arada bu vlogda da bir restorana gedəcəyik. Keçən dəfə kimi fine dining bir restorandır, yəni tadım menüsudur. Amma bu dəfə o restoranın fərqi odur ki, Michelin ulduzudur. Michelin ulduzunu bəlkə də bilirsiniz yəqin ki, amma mən yenə də bilməyənlər üçün deyim. Deməli, gedir restoranlara və tarixini danışmayayım da sizə, qısa və net danışım. Bu Michelin ulduzu gedir restoranlara və onlara xal verir. Ən yaxşı, ən lüks restoranlara xal verir, belə deyim. Bu dəfə gələcəyimiz yer də o tərz bir yerdir. Yenə sizə bölüşəcəm, ümid edirəm xoşunuz gələr. Qızlar, yadınızdadsa bu içkini sizə keçən dəfə də göstərmişdim. Bunlar qış içkilərdir və mən Pumpkin Spice Milk Latte'ni götürdüm. 12 manatdır qiyməti və buradakı içkilərin boyu bayağı böyükdür, onu sizə birazdan görəcəksiniz. Belə bir şey verdilər. Bu 2, 4, 6, 8, 10 dənəlik kartdır və 10 dənəsini dolduranda sənə bir dənə pulsuz içki hədiyyə verirlər. Belə. Bir dənə söhbəti yarımçıq saxlayın. Vəfanı görürsünüz, Vüsaləni görürsünüz və Nuraynəni görürsünüz. İçki mən boydadır. Gəlin, yoxlayaq. Ay. Çox dadlıdır, çox ləzzətlidir. Qəribə bir darçın dadı gəlir. Buranın ikinci mərtəbəsində var imiş. Pləkan. Həmişə gəlib qapının ağzında büzüşürük. Bir dənə baxın. Qızlar, gördük ki, buranın ikinci mərtəbəsi var və oturmağa yer vermiş. Biz də həmişə gəlib bu qapının ağzında soyuqda büzüşürük. Nəysə. It's so delicious, thank you very much. Çox dadlıdır. Və evə qayıtmaq vaxtıdır. Saat 12 işləyib əslində. Biraz gec oldu. Sadəcə qızlarla piyada gəldik. Nuraynə ilə bura qədər piyada gəzə-gəzə gəldik. İçliyimi də yandırdım piyada yeriyərək, belə düşünək. Dadlıydı, amma Pumpkin Spice dadı heç gəlmirdi açığı və buzluydu. Mən onu isti olacağını düşündüm. Payız bubble tea olduğu üçün. Amma isti değildi. Yəni buzluydu. Biraz üşüdüm açığı. Yəni ikinci dəfə təkrar onu içmərəm. Bilsəydim matcha olanı içərdim. Növbəti gündən hər kəsə salamlar. Deməli, bugün dediyim o restorana gedəcək. Yəni elə həm də birlikdə hazırlaşaq. Amma ilk öncə üzümə maska eləmək istəyirəm.
Burada mənim belə bir qutum var. İçində hər cür dəxilsiz əşyalar var. Birinci gəlin buranı səliqəyə salaq. Unutmuşam, dırnaqlarımızı da düzəltməliyik. Deməli, ilk öncə bu kisədən başlayım. Bunu elə görməmiş kimi kisəsində saxlamışam. Bu Dior'un əl kremidir. Çox qəşəng əl kremidir. Yəni ona söz yox. Amma ki, yəni məhz marka deyə almışam. Heç bir qeyri-adiliyi, wow, bu olmasa mən ölərəm, bitərəm, əllərim, nə bilim, qupquru olar, elə bir şey yoxdur. Çox qəşəngdir və çox qəşəng ətir qoxusu gəlir həqiqətən də, amma əl kremində belə qeyri-adi heç nə yoxdur. Bu ah gedib vah qalmış yaş salfetkadan xəbəri olmayan yaş salfetka. Burun bandı var. Sonra bu üzük setidir. Bunu Miran, əgər əvvəlki vloqlara baxmısınızsa, Miranı tanıyırsınız yəqin ki, xüsusilə Avstriya vloqunda o mənə hədiyyə eləmişdi. Sağ olsun, belə şirin. Sonra bir dənə də yaş salfetka. Qabığını yapışdırıram. Junk Journal işlədirəm. Bəlkə də baxmısınız əvvəlki videolarda, ona yapışdırıram. Elvinə istifadə edəcəm. Onun üçün almışam. Çünki mən C vitamini nəsə vuranda üzüm səpir. Bu köpüklənən maska. Tatu. Bir dənə belə bir maska. Soyulan maska. Yeni bir yaş salfetka. Xoşum gəlmişdi. Belə qəşəng. Düşündüm ki, Junk Journal-a yapışdıra bilərəm. Etiketi idi. Shine-dan aldığım məhsulun etiketi idi. Bu da buradakı bir dənə məktəbdən direktorun belə vizit kartı idi. Deməli, nə idi o? Mən burada bir məktəb var idi və xristianlıq təməlli məktəbi idi. Amma dedim ki, yəni məktəblə nə fərqi var? Mən ora vakansiya atdım və gördüm ki, vakansiyada yazıblar ki, məsəl üçün xristianlıq haqqında nə bilirsiniz, İsa haqqında nə bilirsiniz falan. Mən də hamısını ChatGPT-dən döşədim də. Dedim, əşin nə olacaq da, yazım getsin. Nəysə mən bunları yazdım. Bunları yazandan sonra bunlar məni çox bəyəndilər. Yəni yaz tərzlərindən görmüşdüm də. Çağırdılar belə. Çağıranda dedim ki, mən qoyun bunlara deyim xristianam. Heç nə olmazsa nə biləcəklər? Əsas odur dərsimi keçirəm də. Deməli, oturmuşuq intervyuda, mənəm, bir dənə direktordur, belə bir xanımdır, bilmədim vəzifəsi nədir açıq, demişdi, amma unutdum. Oturmuşduq, risk belə direktor qayıt dedi ki, aha, indi gəlin başlayaq iclasımıza dua ilə. Belə qaldım, dedim, bunlar nə danışırlar. Başladılar dua eləməyə və gördüm ki, gözlərini yumublar, mən də gözümü yumdum. Sonra arabir gözüm bir ucu ilə baxırdım, görüm bunlar açırlarmı gözlərini, açmırlarmı, oxuyurlarmı, oxumurlar, belə qəribə. Ondan sonra dedim ki, artıq yəni yalanı davam elətdirə bilmirdim. Dedim ki, yəni mən xristian deyiləm də, sadəcə işə qəbul olum deyə belə bir şey demişdim və s. Bu cleanserdir, bu da cleanserdir. İkisi də təmizləyici balmıdır. Bunlar adətən səhətlərdə çox yaxşı olur. Nüxin yenə yağıdır. Nüxdən heç nə istifadə etməmişəm, ona görə necə olar deyə bilmirəm. Bunu Temudan almışdım. Güya ki, bunun burasından basanda elə ki, diş pastasını falan. O diş pastasının hamısını ucuna yığır da. Bu heç bir şey yaramadı. Bunun dəmirləri deyəsən işə yarayır. Bu da elə bəzək kimi qaldı orada. Bu Temudan aldığım üzüyün arxasını daraltmaq üçün olan şampun və balzam Samə maskası. Bunu inarsız Azərbaycandan gətirmişəm, hələ işlətməmişəm. Nə şampun və balzam. Sephora əməli başlı tester verirdi. Burada Sephora olmadığı üçün bəzən büzüşürəm. Bu Shine-ın 10% endirim kuponu idi. Hər hansısa bir mağazaya. Deyəsən Daisy-yə. Baxın, əgər sizin üçün istifadə etmək istəsəz, istifadə edin. Mən istifadə eləmədim çünki. Sonra retinol maskası, 2 dənəli. Yenə yaş salfetka, yenə yaş salfetka, yenə yaş salfetka. Gözaltı patisi. Bunu da istifadə edək. Bugün çox şirin görünür, dondurmalı. Sumqayıtda yaşamısınızsa, Azad Optikanı 100% bilirsiniz. Ən məşhur optikadır Sumqayıtda. Mənə neçə il göz əməliyyatı olana qədər bütün eynəklərimi onlara düzəltdirmişəm. Çox da yaxşı edirlər. İndi bunun üçün əslində başqa şey doldurmuşam. Amma bunun özü, baxın, bu Vegamour markası görünür məncə. Bunu istifadə etdiyim ən yaxşı, yəni mən bundan yaxşısını heç cür istifadə etməmişəm də. Bu saç şişirir. O şişi almaq üçün bir sprey idi. Yəni bu da əl kremidir Baleadan. Bu əslində kameram üçündür. Belə altına qoyub istədiyiniz yerə qoymaq üçün. Amma bunu çox işlətmirəm. Tripod almışam, onu işlədirəm. Sizə bunu göstərmişəm, amma bir daha göstərim. Temudan aldığım bu aksesuar orqanayzeri o qədər qəşəngdir. O qədər qəşəngdir ki, yəni hər şey içinə çox səliqəli bir şəkildə yerləşir. Yəni çox möhtəşəm bir bu aşağı qarışıqda olsa bura işlətmədiyim ya da çox az işlətdiyim məhsulları yığmışam. Amma yəni üzüklərimin bu qədər səliqəli olmağı çox xoşuma gəlir. Bir də ki, Temudan bu orqanayzeri almışdım. Bura mini ətirlərimi qoyuram. Belə. Bunların hamısının qoxusu çox qəşəngdir. Mən bunu yeni öyrənmişəm. Təxmin eləyirdim. Yəni yad gəlmədi bu fikir mənə, amma yenə də eşidəndə bir təəccübləndim. Sən demə, bu kiçik ətirlərin içinə, yəni bu mini boy ya da tester ətirlərin içinə əslində çox daha yaxşı keyfiyyətdə ətir qoyurlarmış. Yəni insanlar onu qoxlayır, çox bəyənir, alır, amma böyük boy da qəşəng olur, sözsüz. Amma kiçiyinki qədər qalıcı və o ekstra buram qoxunu ala bilmirsiniz. Mən bu ətirləri, bu kiçik ətirləri istifadə elədikdən sonra onun fərqinə vardım ki, həqiqətən də doğrudur. Bu kiçik ətirlərin qalıcılığı qat-qat daha çoxdur böyük ətirlərdən.
Deməli nə edirik indi? Üzümə kağız maska tapa bilmədim. Kağız maskam yox imiş. Ona görə bu maskanı istifadə edəcəm. Bu Beauty of Just'dan düylü maskadır. Düylü və ballı maskadır. Çox qəşəng maskadır və o qədər qəşəng iyi gəlir ki, elə pudingdir də. İçindən də belə qaşığı çıxır. Amma birinci nə edək? Birinci gəlin gözaltı patçımızı yapışdıraq ondan sonra. Bu dondurmalı gözaltı patçısıdır. Mən belə şeyləri çox xoşlayıram. Ümumiyyətlə hardasa limited edition yazılıbsa, yəni sınırlı sayda buraxılışsa, mütləq onu alıram. Qəşəngdir amma. Ayda çox qəşəng sərindir. Nə qəşəngdir, çox səpsərindir. Suyu qalıb içindəyik. Təbii ki, bunu da qətiyyən atmırıq, qolumuzu əlimizə sürtürük, nəmlənsin. Çox qəşəng maskadır, mütləq yoxlamalısınız məncə bunu. İndi sizə bu maskanı vura-vura bir şey danışmaq istəyirəm. Bu kağız maskalar haqqında. Bəzən görürəm TikTokda yazırlar ki, yəni bir dəfəlik maska sadəcə marketinq hiləsidir, heç bir xeyri yoxdur sizə və s. və ilaxır. Mən elə düşünmürəm. Birincisi, okey, onunla razıyam ki, bir dəfə istifadə olunan maska sizə belə qeyri-adi, məsələn, bu mənim gözümü birdən-birə wow eləməyəcək, onunla razıyam. Amma ki, həmin anda günü qurtar. Həqiqətən də, məsələn, kağız maskaları mən çox bəyənirəm. Hər gün istifadə eləmirəm, amma xüsusi gün varsa, harasa gedəcəmsə, nə vaxtsa özümü çox özəl hiss eləmək istəyirəmsə, makyajdan əvvəl kağız maskalardan istifadə edirəm. Və o dərinizi çox bir dəfə elə ki, dərinizə nəm bombası verir. Təbii ki, maskanın növünə görə dəyişir. Mən o maskalara adətən nəmləndirici effekti çox olanı istifadə edirəm. Yəni dərinizə birdən-birə belə nəm verir və o çox qəşəng hissdir və unutmayın ki, makyaj nəmli dərədə çox qəşəng olur. İndi gedək, bunlar üzümüzdə qaldığı müddətcə biz də dırnaqlarımızı düzəldək. Və bütün dırnaqları qoydum qabağıma. İndi bunlardan birini seçəcəyik. Mən alanda belə bir çoxlu paçkayan alıram. Çünki istifadə edirəm həqiqətən videolarda və ya gündəlik həyatda da. Bizə dırnaqlarımın çoxu biraz yay rəngidir, çəhrayı. Çünki yayda sifariş elədiyimdə arılı, çəhrayı, yəni bir dənə də çəhrayı, nə qədər çəhrayı, sarı, mavi. Deyəsən qış dırnağım yoxdur. Biraz qış dırnaqlar sifariş eləmək lazımdır tünd rəngdə. Əslində bir dənə bu var. Amma bu da çox tündür. Yəni indiki hava üçün çox tündür. Bunu çox bəyəndim. Yəqin ki, bunu işlədəcəm. Çox qəşəng görünür. Aşağı hissəyə həmişə bir dənə kağız sərirəm ki, həm pilkan tozu tökülməsin. Üstündən çox pilka ehtiyac yoxdur. Üstündən sadəcə belə yumşalacağam. Həm də ki, bu kley hara dəysə indi sizə göstərəcəm. Təəssüf ki, baxın bu vəziyyətə salır. Görürsünüz və heç cür getmir bu ağ ləkə. Yəni, artıq bura salmışam. Hətta yemək stolunun üstünə də biraz döymüşəm. Ona görə də qorxumdan belə ağ şey sərirəm hər tərəfə ki, heç ara bu kleydən düşməsin. Yəni paltarınıza belə düşsə, paltarınızı yandırır. Orada o qalır, heç cür getmir oradan. Yəni çünki yanır da artıq, ləkə deyil, o yanıqdır. Dırnaqları hazırladım. Bu cür barmaqlarımın ölçüsünə uyğun. Bəzən biraz böyük, biraz balaca ola bilər, amma mən onu dərd eləmirəm, heç bir problem yoxdur. Və əvvəlki dırnaqdan qalan dırnaqlarımı, məsəl üçün bunların hamısını, çünki bunların içində 24 dənə çıxır, kifayət qədər böyükdür. Yığıram bunun içinə. Niyə yığıram bilmirəm. Amma nə vaxtsa bunlardan bir şey düzəldəcəm. Bəlkə belə ola bilər ki, göz yumulu hər hansısa birini seçim. 10 dırnağıma da hərəsinə fərqli bir dırnaq götürəm eləyim. Yəni, məncə maraqlı fikir olar. Dırnaqlarımı düzəldərkən sizə təsadüfən başıma gələn bir şeydən danışmaq istəyirəm və həqiqətən də bir şeyə çox inansaq, o necə həyata keçir, bunu sizə göstərmək istəyirəm. Deməli, bu restoran həftəsindən seçdiyimiz restoranlardan, əgər restoran həftəsinin nə olduğunu bilmirsinizsə, əvvəlki vloqlarda bu haqqda danışmışam, oradan baxa bilərsiniz. Mənim istədiyim çox qəşəng bir dənə restoran var idi. Amma mən təəssüf ki, artıq qeydiyyatdan keçəndə o restoran full booked idi. Yəni, ümumiyyətlə yer tapmaq mümkün deyildi. Biraz ekstra tələb olunan bir restoran deyə, normalda da yer tapmaq çətin olur. Yəni, heç cür yer tapmaq mümkün deyildi. Biz də başqa bir restoran seçdik. Dedik, eyb yox, başqa bir Michelin ulduz olsun. Sonra mən sayta daxil olub, seçdiyimiz restoranın menyusuna baxmaq istəyəndə, hansı ki, həmin gün, baxın elə bugün restorana getmək istəyəndə, onun menyusuna baxmaq istəyəndə bizə baxdım ki, menyu çox da xoşuma gəlmədi açığı. Menyu son günlərdə çıxır deyə əvvəlcədən qeydiyyatdan keçəndə menyunu görməmişdim. Menyu çox da xoşuma gəlmədi. Yeməkləri məni cəzb eləmədi. Belə başqa bir restoran seçəcəydim onun əvəzinə. Belə səhifədə sürüşdürərkən, baxdım ki, mən istədiyim restoranın adı var və sadəcə 2 nəfərlik yer var. Təsəvvür edirsiniz, sadəcə 2 nəfərlik. Bircə gün, 1 saata. Yəni, çox təəccübləndim, çox şok oldum, heç gözləmirdim. Necə ürəkdən arzulamışam sonra getməyi. Təsadüfən belə bir şey oldu. Heç mən menyusuna baxmasaydım, sayta girməsəydim xəbərim belə olmayacaqdı. Yəni ki, nə isə əgər həqiqətən də istəyirsinizsə, onu ürəkdən istəyəndə olur.
Belə. Düzdür, bu çox kiçik bir nüansdır. Yəni adi bir restoranda da getməsəm nə olacaqdı ki? Amma bu restoranın timsalında bütün arzularınıza şamil edirəm mən bunu. Əgər nə isə həqiqətən istəyirsinizsə, çox ürəkdən arzulayanda olur. Xeyirlidirsə. Və bitdi. Məncə çox qəşəng oldu. Siz nə düşünürsünüz? Fikirlərinizi mütləq rəylərdə yazın və kanala abunə olmağı unutmayın. Və indi gəlirik saça makyaja. Sürətli bir şəkildə üzümdəkiləri çıxarıb makyaj eləyəcəm. Saçımı da at quyruğu yığmaq istəyirəm. Görək necə olacaq. Amma bunları biraz sürətli eləmək lazımdır. Bu arada dırnaqlarım çox qəşəng oldu. İlk öncə üzümü bu AB-nin tonik ilə silirəm. Kameramın zayıtkası azdır. Ümid edirəm çatar. Əgər zayıtkası qutarsa sadəcə nəticəni görəcəksiniz də. Yeni bir gözaltı kremim var. Bu Beauty of Jose'dan ginsengli və retinalı. Bu niasinamid serumunu üzümə vuram. Bunu çox-çoxdur bəyənmirəm açığı, amma makyajın altından makyajı yaxşı göstərir məncə. Ama içinde tatlı oldu. Suya dönüşmeye başladı arkadaşlar. Yavaş yavaş. Və makyajdakı ən böyük hiylə nədir onu sizə deyim. Mütləq şəkildə proseslər arasında müəyyən bir vaxt qoymaqdır. Məsələn, mən nəmləndiricini vurdum. Bunun üzərindən tələm-tələsik tonalini vursam, olacaq kaşa-malaşa. Ona görə nə edirəm? Heç olmasa bir 5 dəqiqə gözləyirəm, yəni 3-5 dəqiqə gözləyirəm. Bu üzümə hopur, ondan sonra üzərindən tonalini vuram. Yəni belə. Deməli qızlar, mən hazıram. Gəlin kombinimi göstərim sizə. Taçkalarımı çıxardım birinci. Bugün niyəsə boz geyinmək istədim. Düşündüm ki, bu ikisi fərqli tonlardadır. Eyni tonda olsaydı daha yaxşı olardı, amma eyb yox. Belə bir yun kofta və ətək. Keçən sezon bu outfit çox dəbdə idi. Boz rəngin üstünlük təşkil etdiyi. Bu sezon heç arada görmürəm, amma yenə də mənim xoşuma gəldiyi üçün geyindim. Ətək isə şort ətəkdir. Yəni əslində belə yubka kimi görünür. Heç tərəfindən şort görünmür, amma içərisində özünün astarı şortiklidir. O da çox yaxşıdır. Yəni belə. Elvin kombinimə qiymət versin, Elvin. Gözlə. 5 xal. Neçəsən? 5. Bugün gəlib tem bağlaması da çəkəcəm. Görün nə qədər tem bağlamam gəlib burada böyük-böyük. 3 dənəsi var. Birini də qutuya qoyublar. Qaydana da onu qutudan götürəcəm və bağlama çəkəcəyik. Və gəlib çatdıq. Bu otelin, gördüyünüz otelin birinci mərtəbəsindədir restoran. Adətən bu tərz restoranlar niyəsə otellərin daxilində olur. Keçən dəfəki də belə 5 ulduzlu otelin altındaydı. Restoran burada artıq gəlib çatdıq. Qarşılanmağı gözləyirik və 3 il arxa-arxaya Michelin ulduzunu alıb. 2025-də niyə almayıb? Bax, mən biraz tıncıqdırdı. Oturduq, deməli. Elvin bəy görürsünüz. Menü görürük. Yenə starter, main kurs və dezert var. İndi bunlardan birini seçəcəyik. Yeməklərimiz gəldi. Mənimki salmon dilimləri və Elvininki sup. Çox dadlı görünür. Balaca gözləyirdik porsiyasını, bayağı qəşəng. Thank you. Aha, bildiyin soğuz deyə Elvin supu. Qəşəng amma. Yaxşı, evə əmiyüz boş yox idi. Ona görə bir tık tıncıqdım. Mənfi rəyimi yazacağam. Amma yemək çox dadlı görünür. Çiğ salmon təbii ki. Bişməyib. Lokum çox dadlıdır. İndi sən bir dənə bundan bax. Çox ləzzətlidir. Belə yumuşaqdır və sürüşür. Elvin yeməyə də ortağım təbii ki. Çox alçaq deyil. Yumuşaqdır. Belə ağızda əriyir, amma o qədər də dadlı gəlmədi mənə. Ədviyyatı azdır məncə maraqdan. İndi xal veririk. Birinci xalı ona görə verirəm ki, qabı çox qəşəng idi. Buna bir ekstra bir xal verirəm. Çox qəşəng qabda servis olunub və çox ləzzətli salmon idi. Çox ləzzətli salmon idi. Dadını çox bəyəndim və 10 üzərindən 9 verirəm. Bir xalda çox az olduğu üçün kəsirəm. Məncə yaxşı idi porsiyası. Başlanğıc olduğunu nəzərə alaraq. Bəs elədi açığı. Yemək çox dadlı idi. Su deyəndə supda daha çox belə soğuz supun dadını verdi. Çünki Malatya ilə hazırlanırdı ona görə. Qəşəng idi. Ətin çox şumal idi. Ətin Malatyanın arası idi dəqiq bilmədim, amma dadlı idi. Bəyəndim. Thank you. Yeməklər gəldi. Mənimki venisian layandı. Burada Elvinki burgundy beef mushroomlu. Çox qəşəng, çox ləzzətli görünür. Yemək çox ləzzətli görünür, çox qəşəng görünür. Bu dumplingdir. Birinci də gəlin bunun dadına baxaq. Pendirli və kəsmikli dumplingdir.
İçi belə. Dadlı. Amma bu olmalı. Ətin dadına baxaq. Belə. Yumuşaqlı. İndi Elvin ətinin dadına baxarıq. İkisi də bifdir deyəsən məncə. Elvin əti yumuşaqdır. İndi bu qırmızı kəbiç, kələmi yoxlayaq görə bu adi kələmdən necə fərqlənir belə ki, yeməyin baş köşəsinə qoyublar. Evdə pişirdiyim brüksel lahanasının dadını verir, heç bir fərqi yoxdur. Deməli, birinci mən öz fikrimi deyim. Yemək porsiyası qəşəng idi, yəni çox balaca deyildi. O biri restorandakılar daha balacaydı məncə. Amma ləzzət baxımından mən o biri yeməkləri daha çox bəyəndim. Amma belə bir şey də var da, ikisi eyni yemək deyil ki, deyim ki, onlar daha yaxşı pişirmişlər. Fərqli yeməklər idi. Amma ləzzətli idi, dadlı idi, ətləri falan qəşəng idi. Buna 10 üzərindən 8 verirəm. 2 xalı yəni çox ölüb bitmədim deyə qırıram. Yaxşı yemək idi, bəyəndim. 10 üzərindən 7 vermək olar. Soz yox idi ümumiyyətlə. Soz olsa daha yaxşı olar. 7 çox verdim nəsə. 6. Son olaraq şirniyyatlarımızı gözləyirik. Şirniyyatı ekstra bir yüksəldim. Çünki bayaq masaya gələn şirniyyatı gördüm. Düşünürəm ki, biz də eyni şirniyyatlar seçmişik. Səhv eləmirəmsə, gəlsin görək necə olacaq. Evininki qaraqatlı musdur. Belə çox dadlı görünür. Mənimki də apple pie tərzində cheesecake-dir. Karamelli olduğu üçün, duzlu karamelli olduğu üçün bunu sevirəm. Seçdim. Səninkin dadına baxım. Soyuqdur. Çox qəşəng dadı. Marojna kimidir. İndi özümünkün dadına baxıram. Belə. Başa düşdüm niyə apple pie deyirlər. Üst hissəsi tamamilə cheesecake-dir və çox ləzzətli cheesecake-dir və üzərində karamelize olunmuş, belə yandırılmış şəkər var. Alt hissəsi isə xəmir yox, almadan istifadə ediblər. Çox ləzzətlidir məncə. Ümumiyyətlə karameli çox dadlıdır. Hər yerdə karamel bu qədər keyfiyyətli olmur. Bir neçə yerdə sınamışam deyə. Ümumiyyətlə sizə bir şey deyim. Evinin yemək seçimləri həmişə çox yaxşı olur. Yəni biz hara getsək, mən onun seçdiyi yeməyi daha çox bəyənirəm nəinki öz seçdiyim yeməyi. Keçən dəfə də restorana gedəndə dandan noodle içdik bilirsiniz. Paylaşmışdım vlogda. Elvin ondan götürdüm, mən də ondan götürdüm və yaxşı ki ondan götürmüşəm. Çox ləzzətli idi. Əgər hardasa yemək fikriniz varsa Elvindən, menyu atın Elvindən o seçsin. Mənlə yemək gedə bilərsiniz. Eşitdiniz onu dediyim. Onda mən də gələcəm. How did you like it? Oh, it's delicious, thank you. Everything was good? Yeah, thank you. Şirniyyata xal veririk. Şirniyyata 10 üzərindən 7 xal verirəm yenə. Çox daha ləzzətli ola bilərdi. Məncə mən bu restoranın gözləntimi çox yüksəltmişəm. Hər şey çox ləzzətli idi. O sezonda deyil. Ortam çox qəşəng idi. Amma məncə mən gözləntimi ekstra bir yüksəltmişəm. Gərək bu qədər yüksəltməzdim. Ona görə də 7 okeydir. İndi Elindən soruşaq. Şirniyyat yaxşı idi. Qəşəng idi. 7 bal verirəm. 7-8 bal verirəm. Yaxşı idi. İçəri səsdə belə görünür. Belə açıq mətbəxdir. Və burada kimsə yeməyin görürsüz salmanlı. Tüm bağlamalarımdan birini evə yox boksa çatdırdıqları üçün gəlib bu boksdan bağlamamı götürürəm və qaça-qaça gedirəm evə sizin üçün tem videosu çəkməyə. Burada isə vloqun sonunu çəkirəm. Ümid edirəm videomu bəyəndiniz. Kanala abunə olmağı unutmayın. Hələlik.